Baxarıq. Dərsin ardını davam edir. Termokimyəvi tənliyə görə hesablamalar. Termokimyəvi tənliyə görə hesablamalarda sadəcə olaraq bəzən reaksiyalar verilir. Reaksiyanın üzərində hesablamalarımızı aparırıq. Bəzən isə Hess qanununa görə hesablamalarımızı aparırıq. Hess qanunu nədir? Hess qanununda belə ifadə olunur ki, reaksiyanın istilik effekti onun gedişi yollarından deyil, gedişi yollarından asılı deyil. Sadəcə olaraq reaksiya daxil olan və alınan maddələrin təbiəti və fiziki halından asılıdır. İndi qaydanı belə ifadə edirik. Nümunə göstərəcəm. Birinci növbədə bütün reaksiyası verilmiş tənliklər üzərində hesablamaları aparırıq. Məsələn, baxaq verilmiş 4-cü məsələyə. 4-cü məsələyə. Məsələn, deyir 3 kilojul istiliyi ayrılıb. Görürük buradan. Yanma reaksiyasının termokimyəvi tənliyi aşağıdakı kimidir. Reaksiya nəticəsində 75 kilojul istilik ayrılarsa neçə litr oksigen sərf olunur? Baxaq. 300 kilojul istilik ayrılanda 22,4 litr oksigen sərf olunursa 75 kilojul istilik ayrılanda nə qədər? O da deməli 300 bölək 75 burada hesablamalar aparsaq, yəni daha ardı riyazi hesablamalardır. 300 bölək 75. O da edir 4 mol, 4 bıraq 22,4. Yəni 4 dəfə az daha doğrusu, 4 dəfə az. 22,4-ü bölərəm 4 eləyəcək 5,6 litr. 5,6 litr eləyəcək. C variantı. Yəni məsələ veriləndə üstündə işləmək asandır. 300 kilojul istilik ayrılanda 22,4 litr. Oksigen reaksiya girir 75-ə nə qədər? Yəni belə qrup tapırsınız. Digər reaksiyalarda yenə elə. İndi məsələn 11 tip məsələyə baxaq. 11 tip bəzilərini oradan seçmək istədirəm ki, rahat olsun sizə. X4O6 birləşməsinin əmələ gəlmə istiliyi 392 kilojul bölək moldur. 11 qram X4O6 əmələ gəldikdə 19,6 kilojul istilik ayrılmışdır. X atomunda 16 neutron varsa, onda olan protonların sayını hesablayın. Deməli, burada 11 qrama, uşaqlar bir də başa salın buna. 11 qrama 19,6-dırsa, burada 392 kilojul enerji ayrılıb. Bunda 11 qramda 19,6, 392 kilojul istilik ayrılanda o X4O6 maddəsinin emerini tapmış olacaq. O da 220-yə bərabərdir. 220-dən O6-nın kütləsini çıxacaq, yəni 96-nı çıxıram. 220 çıx 96. 220 çıx 96. O da eləyir 124. 124 qram X4 maddəsidir. 4 molu 124-dür da. 1 molu eləyəcək. Onun 1 molu eləyəcək 31. X-in kütləsi 31-dir. Neutron sayı da 16. Proton sayını tapmaq tələb olunur. 31-dən 16 çıxanda eləyəcək 15. Protonların sayı eləyir 15. Aydın oldu yəqin ki, bu məsələsi. İndi keçirik hara? Məsələn, 17 tipli məsələlərə. Baxın, P-xlor üçün əmələ gəlmə istiliyi verilir. Belə olan təqdirdə, baxın, fikir verin, hər birinin əmələ gəlmə istiliyi verilir. Hər birinin əmələ gəlmə istiliyini yazırsınız üstünə. Yazırıq üstünə. Yaxınlaşdıraq bunu. 280-ni yazıram P-xlor üçün üstünə yazdım. P-xlor 5-in də üstünə 367. 367. Yazdım üstünə. İndi məndən soruşur ki, reaksiyanın istilik effektini tapın. Onda reaksiyanın istilik effekti necə tapılır? Q bərabərdir. Alınan maddələrin istilik effektlərinin cəmindən başlanğıc maddələrin istilik effektlərinin cəmi çıxılır. Və bəsit halda yadınızda saxlayın ki, istilik effekti 0-a bərabərdir. Daha doğrusu əmələ gəlmə istiliyi 0-a bərabərdir. Bəsit maddələrin əmələ gəlmə istiliyi həmişə 0-a bərabər olur. Amma mürəkkəb maddələrin əmələ gəlməsi üçün müəyyən bir enerji sərf olunur. Enerjiyə malikdir. Ona görə də bu enerjilər də verilir. Alınan maddələrin istilik effektləri cəmindən başlanğıc maddələrin istilik effektlərinin cəminin fərqi tapılır. Burada 367 çıx 283 alacağım cavabı. 367 çıx 283 eləyəcək 84. Daha doğrusu 280 daha doğrusu. 280 alacağım 87.
87. Bu da cavab olacaq 87. Digərinə yenə elə. Deməli, hər bir mürəkkəb maddənin alınması üçün enerjilərini yazırsınız. Ola bilər ki, reaksiyadan sonra bir neçə mürəkkəb maddə alınsın. Hər birinin üstünə yazırsınız, cəmləyib başlanğıcı çıxırsınız. Yəni, alınan maddələrin əmələ gəlmək istədiklərinin cəmindən başlanğıc maddələrin əmələ gəlmək istədiklərinin cəminin fərqini çıxanda istəyik effektini almış olacaqsınız. Bu belə. İndi gəldim bura. Məsələn, 21 tipli məsələlərə. Uşaqlar, deməli, birinci reaksiya verilib və ikinci reaksiya verilib. Ayrı-ayrı reaksiyalar. Deyir ki, bu reaksiyalar əsasında üçüncü reaksiyanın istəyik effektini tapın. Belə olanda nə edirik? Hess qanunudur bu. Reaksiyanın istəyik effekti gedişi yollarından deyil, sadəcə maddələrin fiziki halından və təbiətindən asılıdır. Yəni, bu reaksiyanın mötərizəyə aldığım reaksiyanın getməsi üçün, o dairəyə aldığım reaksiyanın getməsi üçün 2 mərhələ var orada. Birinci mərhələ verilib, ikinci mərhələ verilib. Yəni, onların heç birindən asılı deyil. O nə deməkdir? Əsas burada onu başa düşməlisiniz ki, bu əsas tənliyi almaq üçün o yuxarıdakı tənliklərin başına hər hansı bir oyun gətirirsən. Elə ki, sonunda gedib onu alasın. İstəyirsən tərəf-tərəfə topla, istəyirsən tərəf-tərəfə çıx, istəyirsən sağdan solun yerini dəyiş. Neyləsən, əsas bizə verilən tənliyi almalısan. Mən yəni 2A üstə gələk bir bərabər D tənliyini almalıyam. Necə alıram? Əgər mən bunu tərəf-tərəfə toplasam onun ikisini. İstər-istəməz toplayan kimi C ixtisarı gedəcək. Sağda solda getdi mi? Riyaziyyat özü. Nə qalır sol tərəfdə? 2A, D 2A, B, burada nə alınacaq D? 2A üstə gələk B, əmələ gəlir D. Aldın mı? Tənlikdə hansı prosesi yerinə yetirdimsə, alınan hissədə də onu yerinə yetirəcəm. 2 üstə gələk 120, alacam 320. Yəni, tənlikdə nə inədimsə, alınan hissədə də onu etmiş olacaq. Alacaq 320 reaksiyanın istəyik effekti 320-yə bərabərdir. Uşaqlar, yanma reaksiyası deyən kimi onun üzərinə oksigen gəlməlisiniz. Nə yanır, yansın. 31-də, 32-də 33, 34. Bunların mən istəyirəm reaksiyalarını verim. Kalsium üstə gələk oksigen, əmələ gəlir kalsium oksid. Çünki bəziləri reaksiyalarını keçməmişsiniz. Magnezium üstə gələk oksigen, əmələ gəlir magnezium oksid. Bura 2 qoyuram, bura 2 qoyuram. Kömürün CO ilə alınması ilə nəticələrin yanmasından. Yəni, C üstə gələk O2 əmələ gəlir CO. Bura 2 qoyuram, bura 2 qoyuram. Reaksiyanın istəyik effektini və karbon monoksidin əmələ gəlməsini. Bax, deməli, bu 31-indir, bu 32-nindir, bu 33-ündür, indi 34-ünkünü yazıram. C2H2 üstə gələk O2, əmələ gəlir CO2 üstə gələk H2O. Deməli, bura 2 qoyuram, bura 4 qoyuram, bura 2 qoyuram, 4 8, 8, 2, 10, burada 5 qoyuram. Yəni, bax, bu bunların tənliyidir. Qalanlarını eləmək asandır. Məsələn, 34-də qurduğumuz tənliyin üzərində məsələni eləyək. Deyir ki, 5,2 qram astilenin yanında 260 kilojol istilik ayrılmışsa, astilenin yanma stilini və reaksiyanın istəyik effektini tapın. 5,2 260-dır. C2H2-nin kütləsi 26-dır. Mən reaksiyadan görürəm ki, bax, tənlikdə 2 mol C2H2 reaksiya girib. 1 molda 26-da 2 mol eləyəcək 52, düzdür? 5,2-yə 260 kilojol istilik ayrılırsa 52. Mütləq əmsallar nəzərə alınmaqdan olmalıdır. Reaksiyanın ayrı verilib, onu vurursunuz mol miqdarına 52, onda da eləyəcək 2600 kilojol enerji ayrılır. Mən yanma istəyir deyən kimi nə edirəm? Yanan maddənin qarşısındakı əmsalı bölürəm. Yəni 2600 bölə 2 eləyəcək 1300. Reaksiyanın istəyik effekti 2600-dür. 2600 və burada isə yanma stili 1300 eləyəcək D variantına uyğun gəlir. Bu belə. Məsələn, 40 tipli məsələlərə baxaq. Bunları ancaq elə belə böyük bir nəzəriyyəsi yoxdur, gərək məsələ üzərində izah eləyəsən. 40 tipli məsələlərə baxaq. Deyir, əmələ gəlmə istəyi A üçün, C2H2 üçün A verib. Bax, bu, deyə bilərsiniz ki, mənim hanı C2H2? Bax, bu elə C2H2 deməkdir. 2 dənə karbon, düzdür? 2 dənə də hidrogen. Görürsünüz, elə eyni maddədir. Bu, elə C2H2 deməkdir. Yəni, çaşdırmasın sizi.
10 əmələ gəlmək istədiyi A-dı yazıram üstünə A. H-xlorun əmələ gəlmək istədiyi B-də yazıram üstünə B. CH3 qat-rabitə CH-xlor. Bunun əmələ gəlmək istədiyi C-dir. İndi reaksiyanın C effektini tapmaq üçün nə edirik? Eyni qaydadır. Alınan maddələrin istədiyi effektlər cəmindən başlanğıcı çıxıram. Yəni C-dən çıxıram. A-dan B-nin cəmini. Alınan maddədən başlanğıcların cəmini çıxıram. C çıxaq A, o da C çıxaq A, çıxaq B. Yəni C variantı, Y variantı uyğun gələcək. Bax belə uşaqlar, nə deyir? Üstünə qoyursunuz, hesablayırsınız. İndi gəldik nəyə? 43 tipli məsələlərə. 43 tipli məsələlərdə biraz diqqətli olmaq lazımdır. Kupli metodu 4 ilə su alınır, məhlul bu 66-dır. Sonra bu birinci tənlik. Sonra ikinci tənlik. Məndən nə istəyir? Üçüncü tənlik istəyir də. Mən görürəm ki, uşaqlar. Kupli metodu 4 vuraq 5 yox. Bax bu. Axırıncı tənlikdə sağ tərəfdədir. Amma məndə ikinci reaksiyada görürəm ki, sol tərəfdədir. Mən nə edeyim? Təbii ki, yer dəyişmə edəcəm də. Elə edəcəm ki, sondakı tənliyi almaqdır məqsədim. Nə edəcəm? İkinci tənlikdə sağdan solun yerini dəyişəcəm. Yəni, birinciyə dəymirəm. Üstə gələk su, məhlul qalır. Bununla işim yoxdur. Amma ikinci tənlikdə məhlulu keçirəm bura. Sonra kupli metodu 4. 5 yox. Üstə gələk suyu da burada saxlayıram. İndi nə olacaq? Məhluldan məhlul ixtisar gedəcək. Sonunda məhlulu yoxdur. Amma burada da kupli metodu 4. Özünə lazım olan qədər. Görürsünüz, kristal hidratın içində nə qədər var? 5 mol su birləşdirib görürsünüz, suda en qədər molekul var, en qədər. Suyun içərisindən miski sulfat, bax bu. Suyun içərisindən özünə lazım olan qədər. Lazım olan qədər nə qədərdir? Yəni 5 mol da H2O, özünə 5 dənəsini birləşdirib baxın. Kupli metodu 4. Özünə lazım olan qədər 5 mol su götürür. Qalan su digər sudan ixtisar gedir. Sonunda qalacaq belə bir tənlik. Yəni, deyə bilərsiniz, məhluldan apardım, suyu sudan apardım, kupli metodu 4 tək qalır. Yox, özünə lazım olan qədərini götürür, sonra ixtisar apara bilərsən. Çünki suyun içində 5 molu özünə birləşdirməlidir ki, bu əmələ gəlsin də. Oradan lazım olan qədər götür, sonra orada artıq qalacaq. Həmin artıq qalan sudan kupli metodu 4 kristal hidratı əmələ gələndən sonra artıq qalan suyu ixtisar apara bilərsən. Deməli, nə elədim? İkinci tənlikdə yerini dəyişdim. Sağdan solun yerini dəyişdirdim. Məhlulu keçirdim sola, kupli metodu 5 H2O-nu sağa. Onda burada da dəyişiklik eləmək lazımdır. Mənfi 11,5 olacaq, müsbət 11,5. Sonra nə elədim? Topladım, ixtisar elədim. Mən də bunları toplayıram. 66-ın üstünə 11,5 gələndə eləyir 77,5 D variantı. Aydın oldu uşaqlar. Gəldim. Gəldik növbəti məsələlərə. Məsələn, 52 tipli məsələyə. Deyir ki, maddələr verilib, CO2, SO2, əmələ gəlmə istəyikləri verilib. Kükürt və karbondan ibarət qarışıq 6 moldur. Qarışığın tam yanmasından 2000 kilojol istəyik ayrılmışsa, qarışıqda neçə mol karbon olmuşdur? Deməli, S, birinci karbon, üstə gələ O2, əmələ gəlir CO2. S, üstə gələ O2, əmələ gəlir SO2. Karbon və kükürtdən ibarət 6 mol qarışıqdır. Bunu X qoyuram, bunu Y qoyuram. X üstə gələ Y bərabərdir 6. Bunun əmələ gəlmə istəyiliyi 400-dür. Bunun üzərinə 400 gəlirəm. Bunun da əmələ gəlmə istəyiliyi 300-dür. Bunu da 300 qoyuram. Bu X mol deyil. Bunu da qabağında X qoyuram. 400X. Bu Y mol deyil. Bunu da qabağına qoyuram. 300Y. Deməli, X moluna bilmirəm də necə mol kükürtdən karbon girib. Və amma deyir 400 kilojol istəyirik əmələ gəlib. Yəni 1 mol üçün. 1 molun əmələ gəlmə istəyiliyi 400-dür. X molu 400X. 1 molun əmələ gəlmə istəyiliyi 300-dür. Y molu 300Y qədərdir. İndi X plus Y bərabərdir 6. 400X üstə gələk 300Y bərabərdir 2000 eləyəcək. Burada elə bunları ixtisar edirik. Yazıram X plus Y bərabərdir 6. 4X üstə gələk 3Y bərabərdir
20. Beşinci. Sonra sistem tənlik qrup tapırsan. Elə yuxarıdakını da 4-ə vursam ixtisar gedər. Burada y bərabərdir. 24 çıx 20. 4 eləyəcək. X də bərabərdir 2 eləyəcək. Deməli bunun 2 moldur. Bu da ki 4 moldur. Məndən nə istəyir? Qarışıqda neçə mol karbon olmuşdu? Biz X-i 2 tapdıq. 2 vuraq 12 neçə mol? Neçə mol deyirsə elə 2 mol da. Elə bildim qram deyir. Neçə mol deyirsə elə 2 mol eləyəcək. Yəni bu formada tapmaq olar D variantı. Bir də izah edirəm uşaqlar. Karbon deyir, kükürt deyir. Yanması deyir, mən də yazdım. Yanması zamanında bunlar əmələ gəlir. Hər biri heç biri mol miqdarını bilmirəm. Birinə X qoyuram, birinə Y qoyuram. 1 molun əmələ gəlməsi 400-dür. X molun əmələ gəlməsi üçün 400 X enerji lazımdır. 1 mol Y-ın əmələ 1 mol kükürdün əmələ gəlməsi üçün 300 kJ istəyir lazımdır. Y molda 300 Y. Mənə də deyir ki, sonda yanmasından bu qədər enerji ayrılır. Və mol miqdarları da 6-dır. X-in, Y-ın cəmi, mol miqdarları cəmi 6-dır. Bunların istilik effektlərinin mol miqdarlarına hasili cəmi 400X üstə 300Y. Bu isə 2000 eləyəcək. Sonra oradan da gedib bu formada tapmış olacaq. Sonra uşaqlar 59 tipli, 58-i də eləyərik. 59 tipli məsələlərə baxaq. 59 tipli məsələlər də əslində çox asandır. Hərdən belə baxırlar qrafikdir, nədir, nə deyil. Rabitə ilə əlaqəlidir. Birinci, burada verilən məsələdə bunu açmaq lazımdır. S2H göstərik elə H2 əgər S2H6. S2H2-ni karbon yazıram 3 qat rabitə CHH. Deyə bilərsiniz ki, necə oldu? Hardan bildiniz 3 qat rabitə C2H2 verir baxın. 2 dənə karbonu da yerləşdirdim. 2 dənə hidrogen deyil, hərəsindən bir dənəsini pay verdim. Hər karbonun valenti 4 olmalıdır. Yəni hər karbondan 4 xətt çıxmalı. Gəlin bunu bir də çəkeyim. Bax C2H2-nin quruluşunu yazıram. Karbon, karbon. 2 dənə hidrogen var, düzdür? Hərəsinə bircə pay verirəm. Birini buna, birini buna. Hər karbondan deyirəm 4 xətt çıxmalıdır. Hərəsindən biri çıxır, 3-ü çatmır. Ona görə ortaya qoyuram ki, bunun da valenti 4 olsun, o birinin də valenti 4 olsun. Yəni bunları aradan götürdük. Bu belə. Sonra üstə gələ H2. Yəni üstə gələ H2. H qoyuram. Sonra əmələ gəlir C2H6. C2H6 bu da yazacağım C2H6-nın karbon, karbon 3 qat rabitə. Daha doğrusu 3 dənə tək rabitə. H yerləşdirdim. Niyə görə? C2H6 2 dənə karbon, hərəsinə 3 hidrogen versəm, karbonlar arasında olacaq artıq tək qat rabitə. Gəldik bunu yazmağa. Deyir 2 qat rabitə, 3 qat rabitənin enerjisi verib 200. 3 qat rabitənin üstünə yazıram 200. Karbon, karbon arasında deyir 85'dir. Buraya yazıram 85. Karbon, hidrogen arasındakı 100'dür. Buraya yazıram 100. Buraya yazıram 100. 100. 100. 100. Burada 100. Burada 100. Burada 100. Qeyd elədim. Hidrogen, hidrogen rabitəsi 105. Burada 105. Burada 105. Nə dedim? Reaksiyanın istilik effektini tapmaq üçün alınan maddələrin istilik effektlərin cəmindən başlanğıcın çıxırsan. Alınan maddələrdə nə qədərdir? Bu 100'ləri toplasam 600, bu da 85, 685. Çıxaq başlanğıcların cəminə. Başlanğıclar nə qədərdir? Burada cəmi 400'dür. Burada da 210'da eləyir 610. 610. Çıxacaq, cavab qalacaq 75. 75. Deməli, nə elədik uşaqlar? Birinci növbədə biz yazdıq, reaksiya verilib, reaksiyanın tənliyini qurmağa çalışdıq. Onun üçün qrafik quruluşunu açdıq. C2H2 deyil, 2 dənə karbon yazıram, hərəsinə bir dənə hidrogen verirəm. Hərəsinin valenti 4 olmalıdır, yəni 4 xətt çıxsın deyə. Biri buradadır, 3'ü çatmır. Biri buradadır, 3'ü çatmır. Yəni o formada yerləşdirdim. Sonra hidrogenləri qeyd elədim. Ondan sonra C2H6-nı yazmalıyam. 2 dənə karbon yazdım. Hərəsinə 3 hidrogen verdim. 1, 2, 3 xətt çıxdı, 4-cü çatmır. 1, 2, 3 xətt çıxdı, 4-cü çatmır. Ona görə karbon arasında bir xətt qoyanda ərazisindən 4 rabitə, ərazisində 4 rabitə olmuş oldu. Yəni bu formada hesablamış olduq uşaqlar.
İndi gəldim 58-ə. Deyir 30 qram buğda çörəyinin əmələ gətirdiyi enerji kükürt dioksidinin əmələ gəlməsi ilə bərabərdirsə, 300 qram buğda çörəyinin verdiyi enerji hansı maddənin yanması ilə bərabər olar? Baxın, kükürdün kütləsi nə qədərdir? 32. 16 qram kükürt yananda 150 kilojol istilik ayrılır. 16-ya 150. Düzdür? Bəs bu 32 qram yananda nə qədər istilik ayrılacaq? 2 dəfə çox eləyəcək 300. Bax, cədvəl qrafikdə 16-ya 150 verib, düzdür? Baxım görüm 32-yə nə qədərdir? 32-yə nə qədərdir? Onda da tapacağım 300. Tapdın mı 300? Deyir 30 qram buğda çörəyinin əmələ gətirdiyi enerji kükürt dioksidinin əmələ gəlmə istiliyinə bərabərdir. Kükürt dioksidin əmələ gəlmə istiliyi üstə gələk o ki SO2 elə 300-ə bərabərdir. Niyə? 16-ya 150, 32-yə nə qədər? 32 elə 300-dür. Bunun kütləsi 32 daxil 300. Deməli 30 qrama 300-dür. Deyir ki 30 qramın buğda çörəyinin enerjisi kükürt dioksidinin əmələ gəlmə istilinə bərabərdir. Kükürt dioksidinin əmələ gəlmə istiliyi də 300-dür. 30 qram buğda çörəyi əmələ gələndə 300 kilojol istilik ayrılırsa, bəs 300 qram buğda çörəyi əmələ gələndə nə qədər istilik ayrılacaq? 10 dəfə çox 3000 edir. Bu da el maddəsinə uyğun gəlir. A variantı. Bir də deyirəm uşaqlar. Qrafikdə verilib 16-ya 150 kilojol istilik ayrılır. Amma mən tənliyimdə görürəm ki, kükürdün kütləsi 32-dir. Tapım görüm, bəs 32-yə nə qədər istilik ayrılacaq? 16-ya 150-dirsə 32-yə elədi 300. Mənə də deyir ki, bu 30 qram buğda çörəyi əmələ gələndə ayrılan enerji kükürt dioksidinin əmələ gəlmə istilinə bərabərdir. Yəni 32 qram kükürt yananda ayrılan enerji var ha, bu 300. Bu 300 30 qram buğda çörəyinin əmələ gətirdiyi enerjiyə bərabərdir. 30-a 300 isə bəs 300 qram buğda çörəyinə nə qədər eləyir? O da eləyəcək 3000. Sonra gəlin 65-in həlinə baxaq. 65-də baxarıq, yuxarıda birinə də baxarıq. Yəni elə olsun ki, məsələlərdən işləyək. Hələ ki vaxtımız var. Deməli 65-də nə istəyir uşaqlar? CO-dan oksigen verilib, CO2 alınıb, 136 kilojol istilik ayrılır. Reaksiya axıra qədər getdikdə deyir, 34 kilojol istilik ayrılarsa hansı ifadə doğrudur? Başlanğıc mol miqdarları bərabər götürülür. Deyir bunu A mol, bunu A mol. CO-nun mol miqdarı 2-dir, oksigenin mol miqdarı 1-dir. Hansından sərf olunub, hansından artıq qaldığını bilmək üçün özləri ki, başlanğıcda mol miqdarı verilməyib, bərabər A. Onu özünün mol miqdarına bölürsən. Bu A bölə 2-dir, bu da A bölə 1-dir. Hansı daha kiçikdirsə, ondan axıra qədər sərf olunur, digərindən artıq qalır. Deməli, A bölə 2 kiçikdir, 0,5 adır da. O axıra qədər sərf olunur, oksigendən artıq qalır. Yəni, başlanğıcda bunu A götürsəm, CO-nun hamısı sərf olunacaq. 2-yə 1 mol oksigen lazımdırsa, A-ya 0,5 mol oksigen lazım olacaq. A-ya 0,5 A qədər. Daha doğrusu 2-yə 1-dirsə, A-ya 0,5 A qədər oksigen lazım olacaq. 0,5 A qədər oksigen artıq qalacaq. 2-dən 2 mol CO2 alınırsa, A-dan da A mol CO2 alınacaq. A mol CO2. İndi baxaq görək hansı ifadələr doğrudur. 0,5 mol CO2 əmələ gəlir. Burada yazır 0,5 mol CO2 əmələ gəlir. Bu ifadə təbii ki, səhvdir. Baxaq görək. 0,5 mol CO2 əmələ gəlir. 136 kilojol istilik ayrılanda, deməli, A mol 136 kilojol istilik ayrılanda A mol CO2 alınırsa, bəs 34 kilojol istilik ayrılanda nə qədər CO2 alınacaq? Gəl bunu eləyək. Dəqiqləşdirək. Deməli, 34 0,25. 0,25. Eləsin, buradan 125 A. Deməli, onda birincisi səhvdir.
Gəldik o birinə. Başlanğıc qaz qarşılığında A təmizləyici bir oğlunu üstülmüş molekul var. Baxaq. Deməli, 2 mol CO əmələ gələndə, daha doğrusu reaksiyaya girəndə 136 kilojol istilik ayrılırsa, 2 mola 136-dırsa, məndə 34 kilojoldur da. Bəs 34-ə nə qədər maddə reaksiyaya girir? 2-yə 136-dırsa, 34-ə nə qədər maddə reaksiyaya girir? Bu deyəcək 34 vuraq 2 böl 136, bu eləcək 0,5. Deməli, 0,5 mol CO-dandır, 0,5 mol CO. Və başlanğıcda da bunları bərabər mol miqdar götürmüşəm axı. 0,5 mol CO-dsa 0,5 mol da oksigendir. Bu CO yazım. Burada 0,5 mol oksigen. Cəmi eləyəcək 1 mol. Düzdür? 1 mol da istənilən maddədə nə qədər molekul var? A təmizləyici vuraq onu istəyirmiş. Deməli, bu doğrudur. Sonra deyir ki, 0,25 mol CO artıq qalır. Buradan ümumiyyətlə CO-dan artıq qalmır. Burada oksigenden artıq qalır. 0,25 mol oksigen artıq qalır. Baxaq. Deməli, burada baxırıq. Əgər 136 kilojol istilik ayrılırsa, hərəsini 2 mol götürsək başlanğıcda. 2-dən biri sərf olunar, biri artıq qalır. 136 kilojol istilik ayrılanda 1 mol maddə artıq qalırsa, 34 kilojol istilik ayrılanda nə qədər artıq qalır? 34 bölək 136, bu da olacaq 0,125, bu da doğrudur. 2 də doğrudur, 4 də doğrudur. 2, 4 yoxdur. Bir də nəysə, burada 1, 3, 4-dür yəqin cavab. Bir də nəyi sərf elədik? Baxaq görək. 2 mol CO əmələ gələndə 136 kilojol istilik ayrılırsa, gəlin bundan eləyək görək. 2 mol CO olanda 136 kilojol istilik ayrılırsa, 0,5 CO ki, 34-də nə qədər? Görək 0,5 alırıq. Alınır 0,5. Bir də uşaqlar başdan baxaq bu məsələyə. Bir də izah edeyim sizin üçün daha aydın olsun. Bu rəqəm gəldi. A yazdığım 34-ün üstünə düşdü. Mən özüm də fikir vermədim orada 34 sözünü, belə deyək, yazışını. Fatimə dedi gördüm. Deməli, başlanğıc mol miqdarı eynidir. Hansından artıq qaldığını müəyyən etmək üçün uşaqlar nə edirəm? Hərəsini öz mol miqdarının altına yazıram. Baxıram ki, CO-dan hamısı sərf olunacaq. Çünki A bölək 2 kiçikdir. A bölək 1-dən artıq qalanı müəyyən etmək üçün orada verilən başlanğıcları bölürəm özüm mol miqdarını. Hansı kiçiksə o sona qədər sərf olunur. Hansı böyüksə ondan artıq qalır. Burada mən görürəm ki, oksigenden artıq qalacaq. Bu aydın məsələdir. İndi 136 kilojol istilik ayrılıb 2 mol CO əmələ gələndə. 2 mol CO əmələ gələndə 136 kilojol istilik ayrılıbsa, məndə 34 kilojol istilik ayrılıb da. Bəs onda nə qədər CO reaksiyaya girəcək? Onda tapıram ki, 0-dan %25 kilojol, %25 dedir. Yox, 0,5. 4 dəfə az. 0,5 edir məncə. 4 dəfə az. Yəni 0,5 mol CO reaksiyaya girəcək. Yəni 0,5 mol CO reaksiyaya girdi. Bu belə. Əgər başlanğıcı, yəni A bərabər 0,5 götür. A bərabər 0,5. Başlanğıcda 0,5-dir. 2-yə 1 mol reaksiyaya girir. 2 mol CO-dan 1 mol oksigen reaksiyaya girir. 0,5-dən də 0,25 reaksiyaya girəcək. Yəni, baxmayaraq ki, 0,5 mol oksigen götürmüşəm, onun 0,25 reaksiyaya girəcək, 0,25 oksigen artıq qalacaq. Deməli, onda 4 də doğrudur. Bir də, indi birə baxaq. 2 mol CO reaksiyaya girəndə 2 mol CO2 alınır. 0,5 mol CO reaksiyaya girəndə 0,5 mol CO2 alınır. Bu da doğrudur. Bayaq necə oldu səhv aldıq. Dedim də nəsə hesablama səhv edirik. 1, 4. İndi başlanğıcda qaz qarşılığında A-2 bir oğlun üstülmüş molekul var. 0,5 mol CO-dur. 0,5 mol da oksigendir. Başlanğıcda hər ikisini AA götürmüşəm. A-nı da 0,5 tapdım. Yəni hər ikisi 0,5 moldur. 0,5-in də üstünə 0,5 gələndə edir 1 mol. 1 mol qaz qarşılığında da A-2 vuraq onu üstülmüş molekul var. Onda 2 də doğrudur. 1, 2, 4 cavab Y variantı edəcək. İndi videonu atacağım. Baxarsınız dəfələrdən, onda sizə daha yaxşı aydın olar. Deməli, keçirəm növbəti tip məsələyə. Məsələn, burada 69 tipli məsələyə baxaq görək. 69-da necə hesablanır? Sxema əsasən hansı ifadələr doğrudur? Sxema əsasən
hansı ifadələr doğrudur? Deməli, Q1 bunların ikisinin cəminə bərabərdir. Q1 bərabərdir Q2 bölək Q3. Niyə? Burada başqa reaksiyalar da var idi. Ümumiyyətlə, reaksiyanın istilik effekti gedişi yollarından deyil, onların deyim kimi təbiəti fiziki halından asılıdır. C-dən birinci CO alınır, sonra onun da üzərinə oksigen gəlir, CO2 alınır. Elə birbaşa C üstə gələ O2, CO2 ala bilərik də. Yəni, istəyirsən bu iki mərhələdən ged, istəyirsən birbaşa C üstə gələ O2, əmələ gətir CO2. Yəni, sonda eyni nəticəyə gəlib çıxacaqsan. Q1, Q2 ilə Q3-ün cəminə bərabərdir. Q1, Q2 ilə Q3-ün cəminə bərabərdir. Onda birinci ifadə doğru olacaq. Çünki əgər Q1 bunların ikisinin cəminə bərabərsə böyük ədəddir, Q1 və Q2-dən də böyük olacaq təbii ki. Tutaq ki, bu 50-dirsə, bu 60-dırsa, bu 110-dur. Özünüzdən rəqəm qoyun. Onda Q1 Q2-dən böyük olacaq, bu doğrudur. İndi deyir ki, digər ifadə Q1 böyükdür Q3, bu da doğrudur. Təbii ki, Q1 böyük rəqəmdir, ikisinin cəmidir. O da doğrudur. Q1 bərabərdir Q2 səhvdir, Q1 bərabərdir Q3 səhvdir. Q1 bərabər Q2, Q3 bu doğrudur. Bəli. Aşağıda verilən üsul bu yuxarıdakıların hər iki mərhələlərin cəbri cəminə bərabər olacaq. Bu tiplərə fikir verin, çox düşür belə şeylərdən. Yəni, sonda verilən bu böyük mərhələ ikisinin cəminə bərabərdir. Q1 bərabərdir Q2 ilə Q3-ün cəminə. Özünüzdən rəqəm qoyarsınız. Q2 böyük rəqəmdir, 50 ilə 60-ın cəminə bərabərdir. Deməli, Q1 böyükdür Q2 və ya Q1 böyükdür Q3 ifadəsi doğrudur. Bu belə. İndi uşaqlar, gəldik, məsələn, hansını eləyək? Məsələn, burada eləyək, gəlin, 78 tipli məsələləri. H2 üstə ilə O2 əmələ gəlir H2 572 olacaq reaksiyasına əsasən M1, M2, M3-ün cəmini müəyyən edin. Ayrılan istilik verib M1-də 2288, M2 286, M3 858. Və burada kütlələri istəyir. Mən görürəm ki, 572 kilojol istilik ayrılan zaman, bax 572. Nə qədər hidrogen reaksiyaya girir? 4 qram. 572-yə 4 qramdırsa, hər bir istiliyi qoyub yenə hesablayasınız. 2288-də neçə qram edir? Bax, bir-bir hesablayasınız qramları kimi sadəcə olaraq cəmləyirik. Yazıram ki, 4 qram olanda 572 kilojol istilik ayrılırsa, 2288 kilojol istilik ayrılanda neçə qram hidrogen reaksiyaya girir? Ona əsasən tapıram ki, 2288 vur 4 böl 572. Buradan da alacam 16. Deməli, M1-im 16 qramdır. Keçirəm ikinciyə. 4 qrama 572-dirsə, 286-ya nə qədər edir? 286, 570-in yarısı buradan olacaq 2 qram. M2 bərabərdir 2. Keçirəm o birinə. 4 qrama 572-dirsə, 858-ə nə qədər edir? Elə bil ki, 4 vuraq 858 böləcəm 572-yə. Buradan da alacam 6 qram. Sonda nə edirəm? Bunları cəmləyirəm. 6 üstə gələk 2 üstə gələk 16. Buradan da alacam 24. Yəni, burada cavab bunların üçünün cəmi eləyəcək 24. Gördünüz, ayrı-ayrı sadəcə hesabladım. Tənliyə əsasən görürəm ki, 4 qramdır. 4 qrama 572-dirsə, 2888 kilojol istilik ayrılanda neçə qram? Elə bir istiliyi effektin altından yazırsınız, istiliyin altından yazırsınız. Qramı isə qramın altından yazırsınız. Eyni şeydir belə. Ondan sonra gəldik ətraflılara. Ətraflılarda bəzilərini işləyək. Məsələn, 4-ə baxa bilərik. baxaq. Reaksiyanın istilik effektini hesablayın. Əmələ gəlmə istiliyi verilib hər birinin. Maqneziumdan, karbon, bunların əmələ gəlmə istilikləri yoxdur, sıfırdır. Yanma istiliklərini və maqneziumdan, karbonun yanma istiliyini istəyir. Birinci əmələ gəlmə istiliklərinin hər birinin üstünə yazırsınız. Ona əsasən istilik effektini tapırıq. Deməli, 601,5 maqnezium oksidini yazıram. 601,5. CO2-nin də 393,5-dir. 393,5. Bununki 0, bununki 0. Nə edirəm? Əmsallarını da nəzərə almaqdan. Yəni,
601,5'i 601,5'i vururam 2'yə. Niyə? Qabağında 2 yazılıb çünki. 1 mol 601,5'də 2 molu gərək 2'yə vurasan. O da 1601,5 vur 2 1203 eləyəcək. Reaksiyanın istili effekti tapmaq üçün alınan maddələrin istili effektləri cəmindən başlanğıcı çıxırsan. Yəni ondan da çıxıram 393,5'i. Çıxdım, aldım 809,5. Aldım 809,5. Bu belə. Sonra indi yanma istiliyini tapmaq istəyirəm. Magnezium oksiddən karbon qazının yanma istiliklərinin qabağına işarələr qoyulub. Magneziumdan karbonun yanma istiliyini tapmaq istəyirəm. Yanma istiliyini necə tapıram? Yanan maddənin qarşısındakı əmsalı bölürəm. Yəni 809,5'i yanan maddə nədirsə, onun əmsalını böləcəm. Yanan maddə burada magneziumdur. Gəl yandıraq. Magnezium üstə gəlir oksigen. Əmələ gəlir magnezium oksid. Qarı getdi, bunu yandıraq. Bax, yaxşı. 2 mol. Bir də karbon yanma istəyirik. Karbon söylə oksigen. Əmələ gəlir karbon qazı. 12 də Orada 2 manganın da qarşısına qoyacağıq. Hə, burada qoyacaq. Yəni bu reaksiyadan yanma istiliyini tapmaq mümkün deyil. O sizi çaşdırmasın. Çünki yandırmalısınız. Yanma istiliyi üçün yandırmalısınız. 809,5'i tapdım. Buraya bu reaksiyanın istiliyi effekti. 809,5. Bunun yanma istiliyini tapmaq üçün gərək bu maddələri yandırasınız. Yandırada da magnezium oksidinki verir, bax 601,5. Belə bunların əmsalları bərabər olduğuna görə əmələ gəlmə istiliyi ilə deyib, bax, görürsünüz əmələ gəlmə istiliyi. Yanma istiliyi bir-birinə bərabər olacaq. Ona görə də burada A bərabərdir 601,5 olacaq. Çünki yanma istiliyi nə qədərsə əmələ gəlmə istiliyi də ona bərabər olacaq. Çünki bu yanan maddə ilə əmələ gələn maddənin əmsalları bərabərdir. İndi gəldik karbon qazına. Karbon qazının əmələ gəlmə istiliyi verib 393,5. Görürəm ki, bunların yenə də əmsalları bərabərdir. Bu 1'dir, bu 1'dir. Əmələ gəlmə istiliyi nə qədərsə 393,5 deyil. Yanma istiliyi də ona bərabər olacaq. Yəni B də bərabərdir elə 393,5. Bunun başqa variantı yoxdur. Bu cür həll olunur. Yanma istiliyi istəyirsə yandırasınız gərək də. Magneziumda, karbonu da qıraqda. Bunların da əmələ gəlmə istiliyi verib axı. Bu özlərin onsuz da əmələ gəlmə istilikləri sıfırdır. Qaldı ki, əmsalları bərabərdirsə əmələ gəlmə istiliyinin yanma istiliyi bərabər olacaq. Amma bu əmələ gəlmə istiliklərindən istifadə etməklə birinci reaksiyanın C effektini tapa bilərik. Yəni onun üçün magnezium oksidin əmələ gəlmə istiliyini vurursan əmsalına, yəni 2'yə çıxırsan 393,5. Niyə? Alınan maddənin C effektləri, əmələ gəlmə istiliklərinin cəmindən başlanğıcı gərək çıxaq ki, reaksiyanın C effektini tapaq. Məsələn, indi gəl 6-cını eləyək. 6-cını. C4H(X) üstə eləyək Y 4 mol CO2 və 4 mol H2O verib gözü istəyarlıq reaksiyada nələr eləməliyik? Birinci görürük 4 mol karbondur, 4 moldur. Reaksiyadan alınan maddədə nə qədər hidrogen varsa başlanğıcda da o qədər olmalıdır. 4 vuraq geriyə 8 deməli. Bu C4H8 imiş. İndi gəldik Y-qa 4 dəfə 8 üstünə də 4 gələndə eləyir 12. Gərək bu Y-ın yerinə 6 qoyaq. 6 dəfə 2 12 eləsin. Reaksiya tənliyinə əsasən 0,5 kJ istilik ayrılan zaman yanan maddənin kütləsini qramdan müəyyən edin. Bu C4H8 isə karbonun kütləsi 12-dir. Vururam 4-ə eləyəcək 48. Üstünə də 8 gələndə eləyir 56. Deməli 56 qrama 2 kJ istilik ayrılır. Bax bu 56 qramdır. 56 qrama 2 kJ istilik ayrılırsa deməli 0,5 kJ istilik ayrılanda da 28 qram maddə reaksiyaya gedir. Birinci olacaq 28 qram. Yanmaya sərf olunan oksigenin normal şəraitdə həcmini istəyir. Deməli 2 kJ istilik ayrılan zaman 6 mol oksigen sərf olunursa 0,5 Q ayrılan zaman yarı qədər. Yəni 3 mol oksigen sərf olunur. 3 mol oksigen də 33,6 litrə bərabərdir. Deməli burada ikinci sualın da cavabı 33,6 litr eləyəcək. Bu da aydındır. Bu da 33,6 litr edəcək. Sonra
Ayrılan zaman yanan maddenin kütlesini düzgün tapdıq. Hamısını yani 3 mol oksigen. Biriz demirsiniz ki, ay mənim 3 mol 3 vuraq 22,4'dür. O da 67,2 eləyir. Mən 1,5'ə qoymuşam. 67,2 litre. Deməli 6 mol kül kilocaq istiliyi ayrılanda 6 mol oksigendir. 0,5 kilolunda 3 mol oksigen. 3 mol oksigende 3 vuraq 22,4 edir 67,2. Yəni bu da cavab birincidə 28, ikincidə 67,2 edəcək. Sonra məsələn gəlin 10-cunu eləyək. Silisyum dioksidin H-florla reaksiyasının tənliyini yazın. Yəni silisyum O2 üstəgələ H-flor alınacaq silisyum flor 4 üstəgələ H2O. Bura 4 aparıb 4 qoyaram. Bura 2'də 2 qoyaram. İşte sağ sol bərabərləşdi. Əmsallaşdırdım. Reaksiyanın qrafikinə əsasən ayrılan istiliyi hesablayın. Reaksiyanın istiliyi effekti 188'dir. Bu reaksiyanın istiliyi effekti 188'dir. Reaksiya qrafikinə əsasən ayrılan istiliyi hesablayın. Deməli uşaqlar, bir maddədən görürəm sona qədər sərf olunur, digərindən artıq qalıb 60 qədər. Bunların hər ikisinin başlanğıcı mol kütləsini m qramından artıq götürsəm, silisyum O2'nin kütləsi nə qədər verəcək? 28 üstəgələk 32, bu eləyəcək 60. Bunun kütləsi isə 4 vuraq 20 eləyəcək 80. Deməli, bu m bölək 60 eləyir, bu eləyir m bölək 80. Bu axıra qədər hansı kiçiksə, ondan daha çox sərf olunur da. Bax, bundan daha çox sərf olunacaq m bölək 80. Çünki kiçikdir də. Silisyum O2'dən artıq qalacaq. Mən bunu müəyyənləşdirdim ki, silisyum O2'dən artıq qalır. İndi baxıram. Görürəm ki, diqqətlə baxsam, biri axıra qədər gedib, birindən 60 artıq qalıb. 60 artıq qalıb. Amma mən bunların başlanğıcları, m-i bunda da 80 götürsəm, bunda da 80 götürsəm, böyük kütlərin hər ikisi üçün bərabər götürün həmişə. Böyük kütlərin hər ikisi üçün bərabər götürün, birindən artıq qalacaq da. Dediyim kimi, silisyum O2 çox götürülür, bundan artıq qalacaq. Əgər hər ikisini 80-80 götürsəm, görəcəm ki, silisyum O2'dən artıq qalır. Bax, H-florun 80'in 80'də reaksiya girir. Amma silisyum O2 qardaşın cibində əvvəl 80 manat pul var idi, onu 60'ın xərcləyir, 20 manata artıq qalır. 20 qrama artıq qalır. Amma mənə deyir ki, buna 60 qram artıq qalır da. Hansısa maddədir, yəni silisyum O2'də tapdıq bunu. Bu silisyum O2, ondan 60 qram artıq qalır. Deməli, 20 qram artıq qalanda 188 kilojoule istilik ayrılır. Bəs 60 qram artıq qalanda nə qədər istilik ayrılacaq? Onda da 188 vuraq 3 eləyəcək 564. Yenə izah edirəm uşaqlar. Birinci müəyyən eləməlisiniz ki, hansı maddədən artıq qalır. Bunun üçün m qoyuram özündən rəqəm m. Çünki bunların başlanğıc kütlələri eynidir. Onu hardan bilirəm? Çünki bir nöqtədən çıxıblar. Bax, bu nöqtədən çıxıblar. Həm x, həm y başlanğıcda eyni nöqtədən çıxıb deyə bunların kütləsi eynidir. Hər ikisinə m qoyuram. Sonra silisyum O2'nin kütləsini hesablayıram. Bu 60'dır. H-florun kütləsi 20'dir. Vururam 4'ə elədi 80. Diqqətlə baxıram. M bölək 80, M bölək 60. Müqayisə eləyəndə M bölək 80 kiçikdir. Kiçik axıra qədər sərf olunur. Yəni bu H-flor axıra qədər sərf olunur. Silisyum O2'dən artıq qalır. Bunu tapdım. Böyük kütləni hansının emiri böyüksə hər ikisi üçün bərabər götürün. Silisyum O2'yə də 80 götürürəm. H-flora da 80 götürürəm. H-florun hamısı sərf olunur. 80 çıx 80 hamısı sərf olunur. Bundan heç nə qalmır. Amma silisyum O2'dən başlanğıcda 80'dir. 80'dən 60'ı çıxıram, 20 artıq qalır. Deməli, 20 artıq qalanda reaksiyadan 188 kilojoule istiliyi ayrılırsa, baxın, 60 artıq qalır qrafikdə. Bəs 60 artıq qalanda nə qədər istiliyi ayrılır? Mənə lazımdır ki, 60 qram artıq qalanda nə qədər istiliyi ayrılır? Bunu müəyyənləşdirim. Onda da 564 kilojoule istilik ayrıldığını mən müşahidə elədim uşaqlar. Sonra burada nə tipli başqa reaksiyaları var? 17'yə aid oxşarını elədik. 14 asandır. Yəni digərləri asandır uşaqlar. Eləyə bilərsiniz. Məsələn 19 tiplilərdə məqsəd deyir nə istəyir məndən? P-xlor 3-ün və P-xlor 5-in əmələ gəlmə istəyini tapın. Onu da P-xlor 5-də birbaşa belə tapa bilməyəsiniz. Onu diqqətlə özünüz eləyərsiniz. P-xlor 3-ü tapmaq üçün bəli 560'ı böləsiniz 2-yə. P-xlor 3-ü tapasınız, gətirib burada üstünə qoyacaqsınız. Xlor 2-də 0'dır. Yəni orada artıq diqqət edin ha. İkinci tənlikdə bunu da izah edeyim, qalmasın burada. Sonra yəni problemli olmasın sizin üçün.
Baxın, birinci reaksiyadan istilik effektini, daha doğrusu əmələ gəlmə istiliyini tapa bilərik. Əmələ gəlmə istiliyi nədir? 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan istilikdir. Fosfor burada, xlor burada. Onlar bəsit maddədir. 560-ı bölərəm 2-yə, taparam 280. Bu birinci reaksiyada əmələ gəlmə istiliyidir. Amma ikincidə bunu apara bilmərəm. 1 mol mürəkkəb maddə əmələ gəlib, amma bəsit maddələrdən yox. Biri mürəkkəbdir. Ona görə mən burada əmələ gəlmə istiliyini birbaşa götürüm 87 bölək 1 eləyim deyim 87 də olmaz. Başlanğıc maddələr bəsit olmalıdır. Burada mürəkkəbdir biri. Ona görə bunu qoydum qırağa. Reaksiyanın birinci reaksiyanın əmələ gəlmə istiliyi 280-dir. İkinci reaksiyanın əmələ gəlmə istiliyini tapmaq üçün nə edirəm? P-xlor üçün əmələ gəlmə istiliyini yazıram üstünə. Bu 280 yazdım bura. P-xlor üçün əmələ gəlmə istiliyini yazdım üstünə. P-xlor 5-in əmələ gəlmə istiliyini bilmirəm. Niyə edirəm? 87 bərabərdir. Yəni belə dedim axı, reaksiyanın istilik effekti, reaksiyanın istilik effekti. Alınan maddələrin istilik effektləri cəmindən başlanğıcı çıxıram. 87 bərabərdir. Alınan maddə X-dir. X çıxaq. Deməli 280 edəcək. Buradan da tapmaq üçün X bərabərdir 280 üstə gələk 87. Buradan da alınacaq. Deməli 367. Yəni bunu da dedim ki, uşaqların ən böyük elədiyi səhvdir. Götürürlər 560-ı böldüm 2-yə 280 bu doğrudur. Çünki reaksiya girən maddələr bəsit maddə olmalıdır. Amma ikincidə reaksiyada girən maddələrin biri mürəkkəbdir axı. Sən oradan götürüm 87 bölüm əmələ gələn maddənin qarşısındakı əmsalı eləyə bilməzsən. Mütləq bunu Hess qanununa görə edirsən. Yəni burada əmələ gəlmə istiliklərinin nəticə üstünə yazırsan, reaksiyanın istilik effekti, yəni Q bərabərdir. Alınan maddələrin istilik effektləri cəmindən başlanğıcı çıxırsan. 87 bərabərdir. X çıxaq 280, oradan da tapılır 367. Mənə elə gəlir ki, uşaqlar kifayətdir. Yetərincə seçmə. Mən izahları verdim. Qalanlarını özünüz işləməyə çalışın.